Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra mürəkkəb çağırışlar qarşısında qalmışdı. Məhz belə bir ağır şəraitdə xalqın tələbi ilə Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması ölkədəki vəziyyəti sabitləşdirməyə imkan verdi. Bu fikirlər Milli Məclisin ümumilli lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir mövzusunda keçirilən xüsusi iclasda səsləndirilib. Eyni zamanda vaxtı ikən İrəvan və Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsini pisləyən qərar layihəsinin hazırlanması təklif edilib. İclasda ilk Milli Konstitusiyamız və Suverenliyimiz adlı sənədli film nümayiş etdirilib. Konstitusiya və suverenlik ilinə həsr olunan iclasın sonunda Milli Məclisin bəyanatı qəbul edilib. Tarixi ədalətsizliyin hüquqi yollardan qaldırılması üçün elə bu ildə Konstitusiya və Suverenlik ilində Azərbaycan Xalq Cümhuriyyətinin İrəvanla bağlı qərarını pisləyən Milli Məclisin qərar layihəsinin hazırlanmasını təklif edirəm. Buna paralel olaraq 1920-ci ildə Sovet hökumətinin qərarı ilə Zəngəzurun Azərbaycandan ayrılaraq Ermənistana verilməsi faktını da pisləyən ayrıca bir qərar layihəsinin hazırlanmasını təklif edirəm. Müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazmışdır. Heydər Əliyev şəxsiyyəti hər bir Azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Bizim özümüz də vaxtı ilə Heydər Əliyevə qarşı müxalifətdə olan insanlar belə bu yeniləşmiş baxışı qəbul elədilər və səmimi şəkildə Azərbaycan dövlətinin o dönəmində həqiqətən də onun gördüyü müstəsna işləri biz artıq dərk eləmiş olduq.